Yorulmuşam, bezmişəm, ölürəm, həvəsim qalmayıb, taqətim yoxdur. Bu dediyimiz cümlələr bəzən hətta ürəyimizdən keçsə belə bizim enerjimizi ala bilir. Ən ağır vəziyyətdə, ən depressiv halda belə bizə güc verə bilən bizim düşüncələrimizdir. Biz düşüncələrimizi müsbətə doğru yönləndirməsək, onları negativlikdən çıxarmasaq, çətin ayağa qalxa bilərik. Sadəcə söz olaraq deyirik. Amma fərqində olmuruq ki, beynimizi bir növ o sözlərə inandırırıq. Yəni doğrudan da inandırırıq ki, bizdən keçib, heç nə yaxşı olmayacaq. Artıq olan həvəsimizi də öldürürük. Hər zaman şikayət edən adam, hər şeyi pisləyən adam, istər-istəməz beyninin fokusu da negativliyədir. Yəni bəzən həqiqətən müsbət bir hadisəni belə negativ görüb ona şikayətlənə bilər. Bəzən əksi də ola bilər. Negativ bir vəziyyətdə insan beynini idarə edib, həmin o negativ hadisədə belə müsbət nələrsə tapıb, onu müsbətə yönləndirib, müsbət hallandıra bilər. Yediyimizə, içdiyimizə diqqət etdiyimiz kimi, dediyimiz sözlərə də diqqət etməliyik. Əsasən də özümüzlə danışdığımız səsə çox diqqət etməliyik. Bəzən fərqində olmadan elə özümüzü yoruruq. Yəni həvəsimiz olmasa da başlayaq, yaxşı olacaq. Çətini başlayana qədərdir. Mən nələrin öhdəsindən gəlmişəm, bunun da öhdəsindən gələrəm.